Can verəni müjdələyib, həyatda olanı qorxutmaq. Abdullah ibn Abbas, Allah ondan və atasından razı olsun, bu barədə belə demişdir. Əgər bir insanı ölərkən, yəni can verərkən görsəniz, onun Rəbbi haqqında yaxşı zəndə olaraq onunla qarşılaşması üçün müjdələyin. Əgər bir insanı diri ikən görsəniz, yəni həyatda olarkən görsəniz, onu əzəmətli Rəbbi ilə qorxudun. Yəni insan ölüm ayağında olarkən onun salih əməl etmək fürsəti olmadığı üçün yalnız Rəbbi haqqında yaxşı zəndə və Rəbbinə gözəl ümid bəsləyərək bu dünyadan köçməsi üçün müjdələnməlidir. Yəni təsəlli edilməlidir. Yox, əgər insan həyatdadırsa, fürsət diyarındadırsa, o insan Allah ilə qorxudulmalı, salih əməllərə təşviq edilməli və günah işlərdən çəkindirilməlidir.